Xəyal bəy, təşəkkür edirik sizə moderatorluğunuz üçün. Həmçinin də spikerlərimizə Fuad bəy, Ələkbər bəyə təşəkkür edirik. Bu arada hazırlaşın, birazdan sual-cavab hissəsi də olacaq. Təbii ki, çıxışlarınız qonaqlarımızda suallar yaratdı. Amma sual-cavab hissəsinə dostlar keçid almamışdan öncə istərdim ki, səhnəyə Satgrup şirkətinin satış direktoru Vüsalə Muradovanı dəvət edim. O bizə Satgrupun təlim məhsulları haqqında qısa bir məlumat verəcək. Alqışlarınızı təbii ki. Hər vaxtınız xeyir olsun. Buyurun, söz sizdədir. Siz də təbii ki, sual-cavab hissəsinə hazırlaşın, öz suallarınızı formalaşdırın. Salamlar, hər birinizi xoş gördük. Xoş gəlmişsiniz. İnşallah hər biriniz üçün çox faydalı və maraqlı bir forum keçər bugün. Mən ümumi olaraq bugün təlimlərimiz barəsində məlumat vermək istəyirəm sizə. Biz adətən burada təqdimat edəndə adətən biz korporativ təlimlərimiz barədə danışırıq və yaxud da ki, statistikamızı bölüşürük sizinlə, amma bugün istədim biraz fərqli bir istiqamətimiz barəsində danışaq. Biz Satgrup olaraq hal-hazırda əsas 3 istiqamət üzrə fəaliyyət göstəririk. Şirkətlər üçün və fərdi şəxslər üçün təlimlər həyata keçiririk. Satış, marketinq və idarəetmə yönümlü. Eyni zamanda biz konsaltinq şirkətiyik. Şirkətlərdə sistem quruculuq işləri və sistemlər qururuq, belə deyək. Və bir digər istiqamətimiz də Nartio istiqamətimizdir. Burada süni intellekt vasitəsilə əməkdaşların qiymətləndirilməsi platformasıdır Nartio. Amma bugün daha çox istəyirəm təlim istiqamətimiz barəsində məlumat verim sizə. Satgrup olaraq biz həm korporativ təlimlər həyata keçiririk və bu istiqamətdə yüzlərlə şirkətlə daimi əməkdaşlıq edirik və minlərlə komandaları, minlərlə belə deyək, şirkətlərin əməkdaşlarının təlimləndirilməsini həyata keçirmişik. Eyni zamanda bizim açıq qruplar şəklində təlimlərimiz keçirilir. Hansı ki, bizim ofisdə olur bu təlimlər və istənilən şəxs orada özü fərdi şəkildə iştirak edə bilər. Burada gördüyünüz bizim ümumi təlimlərimizdir. Hansını keçiriksə, bəziləri korporativ, bəziləri açıq qruplar formasında. Bundan başqa bir dəqiqə. Biz ümumi müştərilərimizin bəzi hissələrini qeyd etmişik burada, düzü çox az hissəsidir. Bir də il sonuna qədər olan təlimlərimizin siyahısını burada qeyd eləmişik. Bugün nəyə görə belə bir daha çox bu istiqamətdə danışırıq? Çünki bugün tədbirdə iştirak edən hər kəs üçün bizim ilin sonuna qədər keçiriləcək təlimlərimizə 15%li bir endirim kuponumuz var. Yəqin ki, bunu əməkdaşlarımız sizə təqdim ediblər. Əgər təqdim etməyiblərsə də əməkdaşlarımızdan istəyə bilərsiniz. Bu sizlərin hər biri üçün nəzərdə tutulmuş bir endirimdir və istənilən təlimə onu şamil edə bilirik. Təlimlərimizdən ən belə deyək də yaxın müddətdə olacaq təlimimiz təlimçilər üçün təlim proqramıdır. Elə istəyirəm onun barəsində biraz qısa bir məlumat verim mən sizə. 6 noyabr tarixində başlayacağıq təlimə. Təlimçimiz Azad Qəhrəmanovdur. Azad müəllimi tanıyırsınız zaten. Bizim Satgrupun daxilində olan təlimçilərin də elə digər təlimçiləri də yetişdirən bir insandır Azad müəllim. Və TOT təlimi bizdə 2 aylıq bir proqramla keçirilir və sırf praktiki üsullarla təlim proqramının hazırlanması, təlim məqsədləri müəyyənləşdirilməsi, təlimdə çıxışların həyata keçirilməsi, bütün mövzuları əhatə edən bir proqramdır. Şirkətlərin daxili təlimçiləri üçün, bundan başqa özü təlimçiliklə maraqlananlar üçün çox effektiv bir proqramdır. Mən özüm o təlimdə iştirak eləmişəm və əmin ola bilərsiniz ki, çox da effektiv bir proqramdır. Belə, dediyim kimi, bütün təlimlərimiz üçün endirimlərimiz nəzərdə tutulub. Əgər hansısa təlim proqramı maraqlıdırsa sizə, qarşıdan gələn təlimlər, bizim stendimizə yaxınlaşa bilərsiniz. Oradan əməkdaşlarımızdan daha ətraflı məlumat əldə edə bilərsiniz. Çox sağ olun, vaxt ayırdığınız üçün təşəkkür edirəm. Gününüz uğurlu olsun. Təşəkkür edirik Vüsalə xanım təqdimatınıza görə. Dostlar, artıq sual-cavab hissəsinə keçid ala bilərik. Spikerlərimizə öz suallarınızı ünvanlaya bilərsiniz. Bu arada ən maraqlı sual verən 4 qonağımıza isə xüsusi hədiyyələrimiz olacaq. Odur ki, maksimum aktiv olun. Sual-cavab sessiyasına keçməmişdən qabaq qısa qaydalardan danışağın. Zəhmət olmasa suallar konkret olsun və sualın veriləcəyi spikerin adı qeyd olunsun. Bundan əlavə yaxşı seçilən suallara hədiyyələrimiz olacaq. Hədiyyələr
Push 30-dan bir aylıq Plus abunəliyi olacaq. İkinci hədiyyəsat qrupdan Gutenberg hədiyyə bağlamasıdır. Üçüncü hədiyyə Paşa Sığortadan masajordur və dördüncü hədiyyə Liv Bonadia'dan pulsuz göz check-up'ıdır. Ona görə də istəyirik ki, aktiv olaq və suallarımızı təqdim edək. Buyurun, ilk sualı ilə sizlə başlayaq. Salam, xoş gördük hər kəsi. Cabir Süleymanlıdır. Bakı Elektroniksin kontaktoma sual verməyə gəlmişəm. Kollegaları təbrik edirəm. Çox maraqlı кейslər oldu, maraqlı özüm üçün də qeydlər apardım. Bir sual vermək istəyirəm. İlqar bəyin mövzusu ilə bağlıdır, elə HR partnering mövzusu ilə bağlıdır. Onun gündəlikdə mövzu oydu. Ona toxunulmadı deyə sual vermək istəyirəm. Bugün HR-da bizə gələn müsahibələrə gələn namizədlərlə bağlı da bu tez-tez qarşıma çıxır. Gəlir, deyir ki, mən filan yerdə işləyirəm. Deyirəm ki, sizin nədir də orada işinizin adı nədir? Baxıram, yazıb ki, HR partner filan yer. HR partner filan yer. HR Trenddir panelin də adı. Sizcə HR partnering bugün Azərbaycanda sadəcə bir trend olaraq mı var? Vəzifələrin adı olaraq mı mövcuddur? Yoxsa həqiqətən də HR partner modeli dediyimiz model Azərbaycanda bu dəqiqə istifadə olunurmu? Real olaraq necə olmalıdır? Siz necə görürsünüz bundan bağlı? Sual əslində ortayadır, konkret. Bir nəfərə verməliyəmsə ad çəkim. Yoxsa ikisi də cavab verə bilər. Ortaya daha yaxşıdır. Xəyal verici də cavab verə bilər. Mən öz fikrimi bildirim. Mən deyərdim ki, 20%-ın 80%-adır. 20% bəli, real HR, Pareto kimi. 20% həqiqi, yəni olması gərəkən HR partner funksiyallığı var. Geridə qalan 80%-də isə daha çox recruitmentlə operation'ın mixidir. Amma bu hər zaman belə olacaqmı? Mən düşünürəm ki, başlamaq üçün məncə doğru yerdən başlamışıq. Ən azından hara getmək istədiyimizi bilirik biznes partner istiqamətində və gələcəyə dair bu faizin əks istiqamətdə, yəni həqiqi biznes partner istiqamətində artacağını düşünürəm. HR biznes partner necə olmalıdır? Yəni HR ümumiyyətlə CEO-nun insan resurslarının idarə olunması üzrə səfiridir. Yəni konsuludur. Və bu istiqamətdə öz funksiyasını yerinə yetirməlidir. Yəni biznes partner biznes yönümlü də düşünməlidir. Təkcə insan yönümlü, emosional yönümlü deyil. Və mən düşünürəm ki, bu istiqamətdə proses gedir, ləng gedir, amma gedir və hara gedəcəyimizi də bilirik. Mən başqa əlavəm yoxdur. Var müəllim? Yox. Növbəti sualımız varsa, zəhmət olmasa, xanımdan davam edək, zəhmət olmasa. Salamlayıram hər kəsi. Mən Məxmər Əliyeva, Avrora Şirkətlər qrupunda təşkilatı inkişaf üzrə böyük mütəxəssis kimi çalışıram. Sualım Ələkbər bəyədir. Biz şirkətdəki dəyərlərdən danışdıq. Təbii ki, dəyərlər yazılı olaraq sənəd üzərində var hər bir şirkətdə. Amma bu dəyərləri möhkəmləndirmək üçün hansı addımlar atılmalıdır? Bu maraqlıdır mənə. Dəyərlərin möhkəmləndirilməsi üçün İlk öncə rəhbərlərlə işləmək lazımdır. Çünki rəhbərlər onların səfiridir. Bir yerdə şirkətin səfiridir və bu gərək ki, təlimləndirmə olsun, gərək ki, görüşlər olsun və danışıqlar olsun, bu olmalıdır. Eyni zamanda biz HR olaraq da düzgün və vaxtında kommunikasiyalara eləyib və bu kommunikasiyalara uyğun olan müəyyən tədbirləri həyata keçirtməliyik. Çünki biz dəyərdən danışdıq, HR təlim verdi və daha sonra tədbiri keçirtdi, bu bitməməlidir. Davamlı olaraq gərək ki, kommunikasiya, gərək ki, şirkətin daxilində hər hansı bir danışıqlar, fokus qruplar və yaxud da şirkətin özünün müəyyən instansiyalarında rəhbər şəxslərin bunu əməkdaşlara danışması çox önəmlidir. Amma ilkin etap deyirsinizsə, mənim nöqteyi nəzərimdən,
İlk öncə niyyəti müəyyən eləməlisən, niyyətin yaxşı olmalıdır bu dəyərləri müəyyən eləyəndə və dəyərləri doğru müəyyən eləyəndən sonra birinci rəhbərlərdə bunu başlamaq lazımdır ki, onlar bu dəyəri bilsinlər, məqsədi bilsinlər və düzgün aşlaya bilsinlər. Onları təlimləndirmək, yetişdirmək və düzgün kommunikasiya elətdirməkdən başlamaq lazımdır. Sualımın davamı olaraq belə bir sualım var ki, dəyərləri biz əsas yəni göstəricilərə, yəni KPI olaraq çevirə bilərikmi və bunlar nə qədər doğru olar əgər çeviririksə? Belə deyək də, dəyərlər də bir yerdə biznesi drive eləyir və biznesi nəticəyə aparandır. Düşünürəm ki, KPI-ların bir hissəsində olmalıdır və mütləq ki, bunu eləməliyik. Mən əlavə eləyim sizin sualınıza cavab olaraq, Məxmər xanım. Buyurun. Dəyərlər deyilik kağızın üzərindədir. Bəlkə o bizim dəyərlərimiz deyil. Bəlkə düz seçməmişik dəyərlərimizi. Dəyər necə olmaq istədiyimiz deyil, necəyik, odur. Və elə o dəyərlər doğru seçilərsə, daha sonrasında, həmkarıma qatılıram, rəhbərlər qərarlarında, davranışlarında o dəyərləri rəhbər tutmalılar. Ədalət dəyəri varsa, ədalətli davranmırsa, o sadəcə kağızda yazılmış qəşəng sözdür. KPI mövzusunda dəyərlərə əsaslanan davranış normaları ola bilər. Yəni, ədalət misal üçün də, misal gətirdiksə oradan gedək. Bunun üçün rəhbərlərdə davranış norması necədir? Qərarlarında mütləq şəkildə ədalətli olur, obyektiv olur və s. və əlaxır. Və bunu KPI kimi bəli qoymaq olar. Biraz sualın davamı gəlir. Bəs biz təbii ki, dəyərlər dəyişə bilər, sizin də dediyiniz kimi. Örneğin bizim dəyərlərimiz qoyulub və görürük ki, bugünkü gün dəyişikliyə ehtiyac var. Və biz bir strategiya hazırlayırıq HR-la bağlı. Biz strategiyamızı necə etməliyik? Dəyərlərə uyğunlaşdırmalıyıq, yoxsa dəyərləri biz dəyişməliyik? Dəyərlər dəyişmir. Dəyərlər sadəcə dirsə dəyişməz. Siz sadəcə öz dəyərlərinizə qayıdacaqsınız. O dəyişmək deyil. Strategiyada nəyə nəzərə almalısınız? Biznes hədəflərini və dəyərləri. Və ya yox, və dəyərləri. Hər ikisini nəzərə almalısınız. Və çıxışın əvvəlində də Xəyal bəy dediyi kimi o harmoniyanı yaratmalısınız. Təşəkkür edirəm cavabınız üçün, çox sağ olun. Növbəti sualımız arxadakı masada. Çox gözəl və çox maraqlı bir tədbirdir. Hər birinizə təşəkkür edirəm. Ona görə bura gəldim. Yoldaşlarla tanış olum. 25 illik, hər birinizə salamlayıram. 25 illik HR sahəsində təcrübəsi olan və bütün ölkələrin HR təcrübəsini dəyərləndirən qarşınızda dayanan Təranə Mahmudovadır. Və bugün mən çox təşəkkür edirəm, çox sağ olun. Mən Azərbaycanın brendi olan, bir neçə ölkəni Azərbaycana brendin ayağına gətirən Nur Collection Brand House şirkətində biznes prosesləri və HR direktor olaraq fəaliyyətimi göstərirəm. Hörmətli əməkdaşlar, hörmətli mənim HR həmkarlarım, o qədər çox sevinirəm ki, sizlərlə görəndə. Hərdən özümə deyirəm, mən çox qocaman HR-am, 25 il iş təcrübəm var, amma sözsüz ki, hamınızdan cavanam. Çox gözəl bir sual hazırladım sizə. Siz öncədən dediniz ki, Enginin rəhbərini mən uzun müddətli tanıyıram, ola bilər o məni tanımasın. Çox gözəl dedi ki, xahiş edirəm, analiz edin və analiz əsasında bir suallar verin. Elə mən bir dənə maraqlı sual vermək istəyirəm sizə. O kağızların hamısı sualdır. Xeyr, bir dənə sualım var. Yaxşı, Deməli, bilirsiniz ki, ölçülə bilməyən bir prosesi idarə edə bilməzsiniz. O cümlədən bir dənə cümlə sual verirəm. Rəqəmsallaşdırılmış HR mühitində insanın dəyəri necə ölçülür? Əgər hər şey daha data ilə hesablanırsa, empatiyanın dəyəri hansı göstəricilə ifadə olunur? Çox maraqlı, çətin də olsam, amma öz cavabını Hər şeyi rəqəmsalmı ölçməliyik sizcə? Bəlkə elə şeylər var ki, onları rəqəmlərlə ölçməməliyik. Dediyiniz kimi. Kimsə nəsə deyir? Buyur. Bəlkə onları başqa cür ölçməliyik. Davranışlarını müşahidə edib ölçməliyik. Sorğular keçirdib ölçməliyik.
Mən düşünürəm ki, empatiyanı, liderliyi və s. rəqəmlərlə ölçmək mən düşünürəm ki, mümkün deyil. Mən biraz Tamamilə doğrudur. Tamamilə doğrudur. Təcrübə ilə tamamilə doğrudur. Mən Buyurun. icazənizlə bir-iki təcrübəmi bölüşmək istəyirəm. Rəqəmsal yollarla ölçmə yollarımız var. Sorğularla eləyə bilirik ki, sorğular nəticələri göstərir. İndiki şirkətlər çörün modelləri qurur ki, hansı ki predikt eləyir ki, nə qədər problem ola bilər hansısa strukturda. Amma son dövrlərin təcrübəsi məni çox sevindirir ki, şirkətlər psixoloqlar götürür işə. Hansı ki, həmin psixoloqlar şirkətdəki vəziyyəti analiz eləyir, strukturlardakı vəziyyəti analiz eləyir və rəhbərliyə düzgün məlumatlar verir. Rəqəmsallaşma və digər tərəf paralel gedir artıq. Yəni biz rəqəmsallaşma həyatımıza girib. Mən sizə bir söz deyim, AI-lar və kameralar ölçür ki, mood necədir oturan ofisdə və avtomatik dönüş eləyə bilirlər onu. Ona görə biz deyə bilmərik ki, empatiyanı tam rəqəmsal olmadan ölçmək olmaz. Rəqəmsalla da ölçür. Dediyim kimi sorğular var, AI toollar artıq gəlir, şirkətlər çörün modellər yazır ki, hansı ki, həqiqətən də sən başa düşürsən ki, orada vəziyyət necədir və paralelində insan. İnsanı insandan yaxşı başa düşən olmayacaq və mənə bu çox sevindirir ki, artıq şirkətlər özlərində psixoloqlar götürür, hansı ki, bunlar gedir, analiz eləyir və vaxtında şirkətin müvafiq şəxslərinə düzgün məlumatları verir ki, harda empatiya əskiliyi var, harda burnout var, harda səssiz çıxışlar ola biləcək və s. və ilaxır. Ona görə düşünürəm ki, bu dövrdə ikisi də paralelində gedə bilər. Çox sağ olun. Çox sağ olun dəyərli Təranə xanım. cavabınıza görə Təşəkkür edirik sualınız üçün. Növbəti sualı zəhmət olmasa, arxadakı masadan bəy, bəli, siz zəhmət olmasa, sonra bu tərəfə keçid eləyəcəyik inşallah. Hər kəs salamlayıram. Çıxışlar üçün təşəkkür edirəm. İlk növbədə Futsita Agropark şirkətindən insan resursları biznes tərəfdaş Əli Baxşəliyev. Sualımı məncə mən Ələkbər bəyə ünvanlasam daha uyğun olar. Çünki Fuad müəllim mənim rəhbərimdir. Ələkbər bəy, sizcə HR CEO necə təsir etməlidir? Yəni, bunun üçün ən effektiv metod, yanaşma hansıdır və ya necə olmalıdır? Çünki biz bilirik ki, dəyərlərdən danışırıq, biz bilirik ki, insan yönümlü kapitalın önəmi vurğuluyuruq, bu istiqamətlər çalışmalar gedir. Amma hamımıza məlumdur ki, bu yuxarıdan başlayır. Yuxarı dediyimiz yerdəki haradır? Bir şirkət üçün, biznesi üçün onun CEO-sudur. Özünüz də vurğulamışsınız ki, bu yuxarıdan aşağı qaskadlanmalıdır. Yəni, sizcə HR CEO-ya ən effektiv şəkildə necə təsir etməlidir? Hansı metodla, hansı yanaşma ilə? Məncə biz... İndi cavab ver. Sion buradadır, ona gəlirsən. Gəlin belə deyək də, HR-ların hər birində biznes əkumen olmalıdır və biznesi düzgün başa düşməliyik. Və biznesi düz başa düşəndə, düz datalarla, çünki indiki dövr data dövrüdür və biz data olmadan heç kimin qarşısına çıxıb nəyisə sübut eləyə bilmirik. Amma mənə görə biz CEO ilə qarşılıqlı əlaqədə və harmoniyada olmalıyıq, bir-birimizi başa düşməliyik. Sən əgər düzgün analiz eləyirsənsə və bunun nəticəsini düzgün CEO-ya çatdırırsansa, CEO zaten onu görür və okeyini verir. Yox, əgər sən sadəcə olaraq gəlib deyirsən ki, gəlin team building eləyək, gedəyin, gəzəyin. Bunu deyəcəksənsə, məncə CEO onu qəbul eləməyəcək. Amma sən bu team buildingin nəyə təsir eləyəcəyini, orada insanlara hansı dəyəri aşılacağını düzgün göstərirsənsə və bu çox önəmlidir ki, o şirkətin ana dəyərlərinə və getdiyi xəttə xidmət eləyəcəksə və effektini görəcəksə, CEO-lar buna razılıq verəcəkdir. Yox, əgər sadəcə heç nədən gediriksə və CEO-nun yanına gedib deyirsə, bunu eləyək, olmayacaq. Sadəcə bunu göstərmək lazım və çox önəmli bir məqam var. Heç vaxt birdən-birə hər şeyi eləmək olmur. Sən balaca eləməlisən, effekti göstərməlisən, o effekti arxasına gətirəcək. Ya birdən biz deyək ki, mən gedim CEO-nun yanına deyim ki, mənə 1 milyon büdcə ver, onu verməyəcək, əmin olun. Amma siz hissə göstərirsiniz ki, bax bunu elədik, bu dəyişdi, gördünüz nə yaxşı oldu. O baxır ki, hə, həqiqətən də biznesə təsir elədi. Daha sonra bu birisi gəlir və nəticədə nə baş verir? CEO insan resurslarının effektini görür və o deyir, biznes tərəfdaş, Cabir bəy deyən kimi, o vaxt biz biznes tərəfdaş oluruq ki, CEO və bütün peerlar başa düşür ki, HR mərkəzdə olmalıdır və insan məsələləri üzrə hamı ona yaxınlaşmalıdır. O zaman olacaqdır bu.
Təşəkkür edirəm. Çox sağ olun sual üçün. Növbəti sual. Biraz da bu tərəfə baxaq. Buyurun bəy. Xoş gördük. Təşəkkür edirəm hər bir spikerə. Namiq Bayramov, Yellow Ad Marketing Agentliyinin həmtəsisi. Sualımı spikerlərdən hər hansı bir cavablandıra bilər. Konkret ünvanlamıram. Son dövrlərdə yeni nəsil işçilər gəlir, yeni nəsil əməkdaşlar gəlir, Generation Z gəlir və bunlarda empatiya əslikliyi, daha çox özünü mən mərkəzlik var və biz klassik yanaşmalarda işçi axınları ümumiyyətlə şirkətlərin hər birində normal halda, amma yeni nəsilə artıq onların loyallığının səviyyəsi azaldığı şərtlərdə işçi axını səviyyəsi, yəni önümüzdəki illəri nəzərə alaraq sizcə hansı səviyyədə olmalıdır? Faizlə mi ifadə edə bilərik, ya başqa formada ifadə edə bilərsiniz? Yəni, işçi axınının bildiyimiz klassik əmsalları, klassik səviyyəsi dəyişir. Yeni dövr bizi necə qarşılayır? İşçi axının hansı səviyyədə olmalıdır? Şirkətlərdə ki, bu normal hal hesab olunsun. Çox sağ olun. Ələkbər Sən bəy. cavab ver. Mən Sizin qorxam, mövzuya aqressiv daha cavab yaxın verirəm. idi. Z nəslindən bağlı. Gəlin belə deyək də, mən Z nəslindən işləməyi sevirəm. Niyə sevirəm? Düzdür, onların tələbləri fərqlidir, empatiya istəyir, məni tanı deyir və s. və ilaxır deyir. Amma çox önəmli bir nüans var, onlar rəqəmləri də çox sevir. Əgər siz onlarla rəqəmlərindən danışırsınızsa və düzgün, açıq aydın yolu göstərirsinizsə və həqiqətən o mənanı başa düşürsə həmin adamlar, inanın ki, o şirkətdən çox da getməyə meyilli olmur. Onlar niyə getmək istəyir? Mən sizə deyim də, biz əvvəl necə idi? Televizorda nəyəsə baxmaq üçün nə baş verirdi? Baxırdıq, yatmırdıq ki, oturaq baxaq da, yəqin hamımızın yanında da hər hansı bir verilişi. Amma indi nədir? Nəsə olan kimi internetdə tapırlar və gedirlər və hər şeyin rahatlığını öyrəniblər. Onlara düzgün dediyim kimi də rəqəmlərlə danışsaz, düzgün və mənaya xidmət edən yolda getsəz, mən düşünmürəm ki, o Z nəsli elə tez şirkəti tərk eləyəcək. Amma dövr dəyişir, iş tapmaq onlarda çox asandır. Bir TikToka çəkir, video qoyur və onunla da gəlir qazanır. Təbii ki, bu artıracaq faizləri. Mən dəqiq deyəmirəm nə qədər olacaq. O yəqin ki, indi Gallup-ın və Gartner-ın araşdırmaları bu sahədə çıxanda mən də sizinlə bir yerdə tanış olacağam. Amma əgər sizi narahat edən onların işi tərk etməsidirsə, məncə mədəniyyət dizaynında artıq bu nüansa baxmalıyıq. Və biz öz mədəniyyətimizi, şirkət mədəniyyətimizi quranda onların necə işləyəcəyini bilmək lazımdır. Məsələn, mən öz yanaşmamı deyim sizə, mən klassik bir, harasa deyim də 5 il bundan qabaq sərt idarə etmə stilim var idi mənim özümün. Hansı ki, çox ciddi tələbkarlıq və idarə etməm tam fərqli idi. Amma mən bu Z nəslinə görə məcbur idarə etməmi dəyişmişəm. Çox da əvvəlki tipli yanaşa bilmirəm. Daha çox onların istədiyi yanaşma ilə gedirəm. Başa salıram, mənanı izah eləyirəm, hara gedirik onu göstərmək istəyirəm. Hətta mən sizə deyim, son dövrlərdə bizim əməkdaşlarımızla elədik dəyərlərimizi. Biz komanda olaraq dəyərlərimiz nədir, ona getdik hətta. Ortaq dəyərlərimizi tapdıq. Və mən özlərinə dedim ki, bizim rəhbər şəxslərin gedin öz komandalarınızda da o dəyərləri tapın ki, idarə etməmizi də ona uyğun quraq ki, həm şirkətin dəyərlərindən üst-üstə düşsün, həm də bu dəyərləri yaşada bilək ki, insanlar bizdən qaçmasın. Budur mənim düşüncəmdə. Mən Ələkbər bəyin dediyinə bir əlavə eləyim. Namiq mən bizim şirkətdə direktor müavinimiz var. Keçən dəfə mənə bir söz deyir. Deyir, biz çox qəribə nəsiliyik. Söhbət Y generation-dan gedir. Deyir, biz özümüzdən böyüklərə də uyğunlaşmalıyıq. Özümüzdən kiçiklərə də uyğunlaşmalıyıq. İndi sizin sualınızın cavabı mənim şəxsi fikrimdir. Biz Z nəslini dəyişmək istəsək, uğursuz olacaq. Biz özümüzü dəyişməliyik. Onları idarə edən şəxslər var. Biz, mən məsəl üçün Y generation nümayəndəsiyəm. Ələkbər bəy də onun kimi. Məncə biz dəyişməliyik. Doğrudurmu, yanlışdırmı, bizə xoşdurmu, deyil. Amma həlli yolunu mən ancaq belə görürəm. Yoxsa Z generation bizə uyğunlaşa bilməyəcək, gələcək də onlarındır zaten. Çox sağ olun sual üçün. Növbəti suala bu masadan xanım zəhmət olmasa. Olmaz. Salamlayıram hər kəsi. Mən Araz Supermarketlər şəbəkəsində işə qəbul bölmə müdiri olaraq çalışıram. Sualım hər iki spikerədir. Kütləvi işə qəbul prosesində əsas çətinlik həm sürəti, həm də keyfiyyəti qorumaqdır.
Siz bu balansı saxlamaq üçün hansı yanaşmanı daha effektiv hesab edirsiniz? Deyirsən yoxsa mən deyim? Zəhmət olmasa sualı verərkən spikerlərə Yox, hər ikisini adlarını dedi. bildirək. Bildirdi hər ikisini. Sürət də olmalıdır, balans da olmalıdır. Amma daha əvvəlində biz rekrutmenta düzgün toollar verməliyik. Əgər rekrutmentin düzgün toolu yoxdursa, biz nəticəyə gəlib çıxa bilməyəcəyik və mənə görə rekrutmentin həm psixoloq təcrübəsi olmalıdır, həm rekrutun onun keyfiyyətləri olan olmalıdır ki, və yetişdirməliyik. Sən əgər onlara versən düzgün toolları, onlar o toollar vasitəsilə düzgün adamları seçə bilirlərsə, bu yaxşıdır. Yox, seçə bilmirlərsə biznes zərər görəcək. Yəni mənim üçün önəmli olan biznesin udmağıdır. Lazımsa rekrutor sayını artıracam, lazımsa AI toolları gətirəcəm, amma önəmli olan bu sürət və balans tam olaraq təmin edilsin. Çünki nəticədə biznes ziyan görürsə, biz HR olaraq artıq heç kimə lazım deyilik. Ona görə biznesin önəmli, sən gedib biznesin sahibinə də deyə bilərsən ki, bax, biz məndən sürət istəyirsən və balans istəyirsən, o zaman mənə tool ver. O toolu verirsə, eləyə biləcəksən. Verə bilmirsə, zaten sən effekt göstərəmirsən. Amma önəmli nədir? Vaxtında o zəngi götürüb çala bilməkdir. Onu çala biliriksə və düzgün göstərə biliriksə, bu gətirib çıxardacaq. Amma cavabım budur, ikisi də olmalıdır konkret. Növbəti sualımız. Mənim əlavəm yoxdur. Bu masadan zəhmət olmasa xanıma verək. Salam. Təşəkkür edirəm. Arzu Zülfüqarova. Mənim sualım hər iki spikerədir. Sualım belədir ki, hal-hazırda müşahidə edirik ki, müxtəlif peşə sahələrindən HR-a bir axın var. Və mənə maraqlıdır ki, hansı peşə sahəsindən HR-a gələn mütəxəssislər HR-a daha çox strateji baxış gətirir və yaxud belə desək, daha uğurlu olur. Çox sağ olun. Mən şəxsi təcrübəmdən deyə bilərəm bu suala cavab. Təşəkkür edirəm sual üçün Arzu xanım. Mən düşünürəm ki, bu biznesin idarə olunması ola bilər. Bu sahədən gələn adamlar, satışdan, əslində biraz müəssisənin fəaliyyət istiqamətindən də asılıdır o. Əgər şirkət satışla məşğuldursa, məhsul və yaxud da ki, xidmət, o sahədə təcrübəsi olan adamın HR-a gəlməsi daha effektiv olur. Çünki o biznesi başa düşür, son istehlakçını başa düşür və doğru yerlərdə doğru toxunuşlar eləyə bilir. Bu, digər istiqamətlərdə də ola bilər. Əvvəl xatırlayırıq da, əsasən hüquq, psixologiya buradan davam edirdi HR istiqaməti. Amma indi o tendensiya məncə yoxdur. Yəni, istənilən istiqamətlərdən HR-a axın var, dediyiniz kimi. Mənə görə biznesin fəaliyyət istiqamətinin korunda olmuş adamlar həmin biznesin HR-ına gəlsə, daha faydalı və strateji töhfə vermiş olar. Növbəti sualımız, bəy zəhmət olmasa. Salam, hər vaxtınız xeyir olsun. Rəşad Hüseynov, Qrup SEP, yəni Tefal markasının Azərbaycan üzrə ölkə meneceri. Həm Fuad bəyə, həm Ələkbər bəyə çox qısa sualım var. Fuad bəyə sualım, bayaq bir nümunəsində Fuad bəy qeyd elədi ki, bir əməkdaşda bir fail durumu oldu, səhv qərar verdik. Orada qeyd etdi ki, əməkdaş 2 il vergül uzun müddət çalışmamışdı. Sualım qısaca budur. 2 il HR-lar üçün uzun müddətdirmi? Ələkbər bəyə isə, bu həm də Fuad bəy də cavab verə bilər. Sualım belədir. Yaşımız etibarilə artıq HR-ın işlərinin artdığını görürük. Əvvəllər Z Generation kimi bir generation yox idi. Hal-hazırda HR-ların əlavə bir işi var. Z Generation, yeni az yaşlı çalışanlar və şirkət sahibləri bunlara Old Generation deyək. Z Generation və Old Generation arasında bir körpü rol oynamaq və bu əlaqəni düzgün idarə etmək. Təbii ki, bu əvvəllər yox idi, yeni yaranmış bir şeydir. Qısaca sualım belədir. Z Generation və Old Generation arasında bu işləri görmək çətin deyilmi? Bu qədər. Təşəkkür edirəm Rəşad bəy sual üçün. 2 il və üzərinin cavabı olaraq
Bu mənim şəxsi fikrimdir. Bu mən dediyim hər kəs üçün qəbul edilməyən də ola bilər. Mənə görə əgər sən bir sahibkar, biznes sahibi deyilsənsə, belə deyək, işçi, əməkdaşsansa, mən düşünürəm ki, 2 il müddət uzun müddətdir işsiz qalmaq üçün. Əgər başqa obyektiv buna səbəblər yoxdursa, ölkə xaricində təhsil ola bilər, hərbi xidmət ola bilər və s. və əlaxır. Amma sadəcə heç nə eləməyib 2 il müddətində işləməmək məncə bu uzun müddətdir. Digər suala pas ötürürəm sizə. Belə deyək, mənə görə işə maraq olmalıdır, curiosity, belə bir ingilislərdə söz var. Əgər marağın varsa, istənilən çətinliyin öhdəsindən gəlirsən. Və sən HR olanda onsuz da bilirsən ki, və bunu bir söz deyim, tək təzə nəsil yox, köhnə nəsildə də eyni şey olub. Yəni, HR-lar əvvəllər də çalışıblar ki, o körpünü düzgün tənzimləyə bilsinlər və balansı qura bilsinlər. Mənə görə mənim marağım var, istəyirəm bunu görmək və maraq olanda da, inam olanda da, işimin niyyətini bildiyim üçün də bu mənim üçün çətin deyil. Çətinlik varsa da, maraqlıdır da, məni gücləndirir, nəyə pisdir ki? Bu qədər. Növbəti sualımız o masadan zəhmət olmasa. Salam, hər birinizi salamlayıram. Dəyərli məsləhətləriniz və кейsləriniz üçün hər birinizə təşəkkür edirəm. Bir HR şöbə rəhbəri olaraq çox dəyərli idi. Sualım Ələkbər bəyədir. Bu zamana qədər düşünürəm ki, HR sahəsi daha geri planda qalırdı. Amma bütün problemləri əslində HR həll edir, tam olaraq deməyək də. Çünki bir şirkətdə bütün şöbə rəhbərləri ilə və müdiriyyətlə o körpünü yaradan HR-dır. Amma belə bir algı var idi ki, HR-lar neynir, sadəcə vərəqlə işləyir, nə bilim, müqavilədir, imzaladı, atdı ora. Düşünürəm ki, hal-hazırda HR-lar üçün ən gözəl zamandır. Bu, həm də Sima rəqəmsal platformanın həyatımıza keçidi ilə başlayıb. Çünki bir əməkdaş bir Simadan bir müqavilə imzalamaq üçün nə qədər proseslərdən keçir və anlayır və bunu üzümüzə deyir ki, bu nə uzun bir prosesdir və yavaş-yavaş başa düşürlər ki, onlar təkdir, HR-lar məsələn azdır, bir şirkətdə əgər minimum 100 işçi varsa və bu prosesi hər dəfə həyata keçirirlərsə, həqiqətən onların bir önəmi var. Həm də HR-lar bunu təlimlərlə və yaxud da ki, şirkətlərdə hazırladıkları bir proqramla da həyata keçirir, yadda qalan olur. Sizcə rəqəmsal bu platformaya əməkdaşlar və yaxud müdiriyyət heyəti öyrəşdikdən sonra yenə də mi o fikirdə qalacaqlar ki, yəni artıq həyatlarına daxil olacaq bu sistem və adiləşəcək, belə deyim. Bir HR direktor olaraq sizcə HR-ın həm çalışdığı yerdə əməkdaşlar və müdiriyyət tərəfindən mütəmadi olaraq qəbul olunmağı deməyək də, həqiqətən bir iş gördüyü və yaxud da ki, əziyyətinin çox dəyərləndirilməsi üçün daha nələr etməlidir? Bayaq dediyim kimi, əgər şirkətdə kim işləyirsə və əmək haqqı alırsa, hamı dəyərlidir. Bu HR olsun və fərq yoxdur, digərlər olsun. Sizin qeyd elədiyiniz isə HR-ın operation tərəfidir və digitallaşma tərəfidir. Amma mənə görə HR biznes qərarların verilməsində düzgün istiqaməti verməlidir. Fərz edək, şirkət AI dövrünə keçirsə əgər və ya şirkət yeni biznesə girirsə, HR öz əməkdaşlarını yaxşı tanıyıb düzgün təkliflər verməlidir. Düzgün yanaşmalar verməlidir. Bizim gördüyümüz rutin işlərdən biz heç vaxt gedib o dəyəri tam əldə edə bilməyəcəyik. Amma biz həqiqətən düzgün input versək o görüşlərdə, o danışıqlarda, düzgün yönləndirmə versək və yaxud dediyi kimi ki, bizə deyirlər ki, gedin Amerikada təhsil almış adam gətirin, amma Amerikada təhsil almayan və digər adam da bunu görə bilərsə və düzgün bunu yönləndirib effektini göstərəcəksə, onda olacaq. Yoxsa biz dayanmadan rutini aparsaq, ancaq əməliyyatları həyata keçirsə, rekrutmenti aparsaq, o halda olmayacaq. Amma onların içində daha effektiv nələrsə qata bilirsinizsə, bu önəmlidir. Məsələn, mən
əvvəlki təcrübəmdə mənim şöbəmin bir kliki var idi. Operationsdaydıq. Klik üzr istəyirəm, klik deyirəm, motosu var idi ki, one click. Məqsəd o idi ki, əməkdaşlar bir dənə kliklə istədiyini ala bilsin operation olaraq. Bunu eləmək dəyərdir. Amma gündəlik rutinləri aparmaq mənə görə onu daha optimallaşdırıb, daha effektiv formasını verirsinizsə dəyər yaradır və göstərir. Təşəkkür edirəm. Növbəti sual xanım. Salamlayıram hər kəsi, bütün həmkarlarımızı. Dilşad Camalova, mən Almet Holdingin törəmə şirkəti olan ISPM MMC-nin İnsan Resursları Şöbəsi və Administrativ Departamentin rəhbəriyəm. Sualım ondan ibarət. Əslində bu bir sual deyil, sadəcə mənə çox maraqlı gəlir ki, HR hər şeyi həll etməlidir, biznesi düşünməlidir, işçini düşünməlidir, rəhbərin maraqlarını qorumalıdır. Okey, HR kim qoruyacaq? O təyyarədə bir nüans var, deyir, maskanı əvvəl özün tax, sonra başqasına kömək et. HR isə hər zaman ilk başqasını düşünür. HR-ın maraqlarını və HR-ı kim qoruyacaq? Özü. Özü bunu bacarmayanda necə olacaq, yaxşı? Bacarmalıdır da, ona deməli Çünki HR olmur. bizim dediyim, az öncə mədəniyyətdən bəhs etdiniz. Hansı ki, kağız üzərində olan yazılan vizyonlarımız var, missiyalarımız var, mədəniyyətlərimiz var. Bunları yazdıq, tətbiq etmək üçün bəzi təsisçilər olur, bəzi rəhbərlər olur ki, onlarda o empatiya hissi yoxdur. HR o boşluğu necə doldurmalıdır? Dediyiniz üsulları da istifadə etdi, amma o boşluğu doldurmaq lazımdır o rəhbərdə. O necə etməlidir? İlk öncə bunu deyim ki, rəhbər əgər o dəyərləri yazırsa və icra eləmirsə, biz HR olaraq bütün hər bir şeyi eləyiriksə və nəticəyə gəlib çıxa bilmiriksə, orada dayanmalıyıq, çünki öz olmalı olduğumuz yerdə deyilik. Amma düzgün yanaşmalarla, düzgün istiqamət verməklə və düzgün aparmaq lazımdır, analiz eləmək lazımdır. Məsələn, əgər bir şirkətdə qərar CEO verirsə və CEO-ya sən burada gedib müəyyən hissədə çatdıra bilmirsənsə, əlbəttə ki, yanına dəstək almalısan bir yerdə. Çünki belə olmayacaq. Dəstəyin olmalıdır. Öz peerlarından danışıb müəyyən məsələləri araşdırıb və oradan çıxa bilərsən. Və ya hər hansı bir məsələdə CEO fərqli vizyona baxırsa və sən bu vizyonun fərqli yöndə getməyini görürsənsə, onun fəsadlarını düzgün göstərmək lazımdır ona. Oradan da başa düşmürsə və ümumiyyətcə siz dil tapa bilmirsə, deməli olmalı olduğumuz yerdə deyilik. Yəni, orada dayanmalıyıq. Mən belə görürəm məsələni. Amma o dayanmalı olduğun yerə qədər də əmin olmalısan ki, hər bir şeyi eləyirsən. Bu mənim mövqeyimdir və yanaşmamdır. Və mən istənilən hər yerdə bunu bu şəkildə eləyirəm ki, mən məqsədi görürəmsə, o məqsədə doğru gedirəm. İnamı görürəmsə, ora doğru gedirəm. Hə, bu yol asan da olurmu? Yox, asan da olmur, çox çətin olur. Amma biz birlikdə yekunda danışa-danışa gəlib çıxırıq. Çünki mən öz dəyərlərimə uyğun iş yerimi seçmişəm və öz dəyərlərimə uyğun rəhbərimi seçmişəm. Əgər elə olmasaydı, mən orada qalmazdım. Mən bir əlavə eləmək istəyirəm Dilşad xanımın sualına, birinci verdiyiniz suala, yəni əsas core suala ki, HR hər kəsin qayğısına qalırsa, HR-ın qayğısına kimi qalmalıdır. Düzdür, sual belə idi. Mən düşünürəm ki, onu CEO etməlidir. Niyə? Çünki bayaqlarda dediyim kimi, HR CEO-nun səfiridir və ona dəstək verməli olan adam. Yəni, təbii ki, söhbət psixoloji dəstəkdən təkcə getmir. Yəni, dəstək verməli, sözün hər mənasında olan şəxs ki, HR əminəm ki, böyük əksər şirkətlərdə birbaşa CEO-ya bağlı olan funksiya olur. Və ona görə də o dəstəyi də, lazım gələndə o təşəkkürü də, əlini çiyninə qoyub, well done deməyi də CEO-dan almalıdır. Çünki HR da yekunda insandır, onun da təqdir olunmağa, tanınmağa ehtiyacı var. Təşəkkür edirəm hər birinizə cavabladığınız üçün. Bu masadan xanıma yaxınlaşaq, zəhmət olmasa. Salamlayıram hər kəsi. Kontaktın İnsan Resursları Departamentinin əməkdaşıyam, Aytəc Məmmədova. Sualı öz rəhbərimə verməyəcəm, Fuad bəyə ünvanlayacağam. Bayaq ümumi olaraq səhvlərdən danışdıq ki, hansı səhvləri edirik və insan faktorunun olduğu hər yerdə də müəyyən bir səhvlərimiz olur. Bəs sizcə hal-hazırda insan resurslarında təkrarlanan və hələ də düzəldilməyən səhvlər hansılardır? Tapşırıqla adam götürmək. Bu biri. Başqa o
həmin vaxtda olan emosiyaları ilə davranmaq. Yəni daha obyektiv, soyuqqanlı, rasional deyil bu qaydada. Yəni həmin vaxtı, nə bilim, yolda tıxaca düşüb, həyat yoldaşından dalaşıb, nə bilim, kreditin vaxtı keçib və s. Yəni həmin gündə və ya əhvalı yaxşıdır, çox yaxşıdır. Yəni həmin gündə olan, emosional deyil, rasional davranmaq. Yəni mən düşünürəm ki, HR-ların ən çox ehtiyacı olan şeylərdən biri odur. Başqa əlavəm varmı? Bu dəqiqə ağlıma gəlmir. Növbəti suala keçək. Çox sağ olun. Hər birinizi salamlayıram. Sizi yormadan bir sual verəcəm 2 dənə dəyərli HR-ımıza. Mən baxıram, çox gözəl tədbirdir. Sponsorlara nəzər yetirirəm. Push 30. Fikirləşirəm ki, HR-lıqla əlaqəsi necədir? Ola bilər. İşçilərin bədən sağlamlığını düşünür. Başa sığorta işçilərin tibbi sağlamlığını düşünür. Amma mən özümü təqdim etmədim. Günay Babazadə, Liv Bonadeo Hospitalın marketinq meneceriyəm. Və HR-larla işləyirik, paşa sığorta ilə əməkdaşlığımız çox gözəldir. Amma burada belə bir nüansı var ki, siz özünüz də şahidi olursunuz. İndi generationlardan söhbət getdi. İndi inzibati işçilərdə özünüz görürsünüz ki, psixoloji problemlər çoxdur. Push 30-la biz onları idmanla təmin edə bilirik. Paşa sığorta onların bədən sağlamlığını edə bilirlər. Amma bəs psixoloji sorunlarını gördüyünüz işçilərinizi necə yönləndirirsiniz? Onlar üçün nələr təşkil edirsiniz? Çünki psixoloji seanslar paşa sığorta təminatına daxil olan bir xidmət deyil. Və bu qədər. Mən bayaq dedim, şirkətlər artıq psixoloqlar götürür özlərinə və o psixoloqlar bu funksiyanı həyata keçirir. Amma psixoloq yoxdursa, biz HR-lar artıq bu işin içinə giririk. Necə? Adamı çağıra bilərik, danışa bilərik, onun problemini öyrənə bilərik, həmin anda nədir və ona bacardığımız məsləhəti verməliyik. Amma idealda mənim gördüyüm və təcrübədə gördüyümü deyim, şirkətin psixoloqu olmalıdır mütləq. Və bir yerdə də hətta psixoloji xidmət də ayrıca ala bilirsə şirkət, o çox ideal bir vəziyyətdir. Çünki sən nə qədər HR da olsan və yaxud da rəhbər şəxs də olsan, o dediyiniz psixoloji gərginlik zamanı düzgün istiqaməti verə bilən adamlar olmalıdır. Bunu da bu işin mütəxəssisləri eləməlidir. Yəni mən həkimlik eləyə bilmərəm, psixoloqluq eləyə bilmərəm, amma ilkin stadiyada hansı ki dəstək göstərilə bilən hissə var, orada bu gün HR eləməlidir. Amma daha yaxşı olar ki, şirkətlər artıq organizational psychologlar, yəni organizasional psixoloqlar götürsün və bunlar bu şeyi götürsün öz üzərlərinə və aparsınlar. Mən bir əlavə eləyim. Burada HR-ın üzərinə rol çox düşür, qoşuluram həmkarıma. Amma təkcə dəvət eləyib danışmaq, dəstək olmaq anlamından da əlavə. İnsanın, yəni Azərbaycan cəmiyyətinin ən yaxşı psixoloqu kimdir? Dostumuz, rəfiqəmiz, iş yoldaşımız və s. və əlaxır. Mən düşünürəm ki, HR-ın burada rolu o komanda ruhunu, o ab-havanı yaratmaqdır ki, onun yanındakı həmkarı onun quyusunu qazmaqla deyil, ona dəstək olmaqla məşğul olsun. Ona köməklik eləsin. Yanlış gedirsə, istər psixoloji, istər karyera baxımdan, fərdi inkişafı baxımdan. HR-ın mən düşünürəm ki, Ələkbər bəyin dediyindən əlavə əsas missiyası o mühiti yaratmaqdır. Mən belə düşünürəm. Çox sağ olun. Növbəti suala keçək. Bəy zəhmət olmasa. Hər kəs salamlayıram. Şəmsi Bayramzadə. Spikerlərə maraqlı çıxışları üçün təşəkkür edirəm. Bir sualım olacaq. Yəni danışıqlardan belə bir nəticəyə gəldim. Biz daha çox biznes sektorundayıq. Bayaqları yəni normalda mən digər sahələrdə marketinq, satış, biznes mövzularda forumlarda iştirak edirəm. İlk dəfə demək olar ki, yanlış hatırlamamsa bir HR forumundayam. Və danışıqlardan bunu anlamaya çalışdım. Tam tuta bilmədiyim üçün bəlkə də mən hardasa qaçırmışam. Amma biz CEO-na təsir etmək, biznesə roldan danışırıq və s. Sual bundan ibarətdir ki, biz Azərbaycan cəmiyyəti olaraq, Azərbaycan sahibkarları olaraq, Azərbaycan biznes fərdləri olaraq, CEO-lar, HR-ların həqiqətən də biznesə
təsirini nə zamandan görməyə başlayacaq? Biznesdəki rolunun faydasını teorik olaraq yox, praktikada və biznesin inkişafına, böyüməsinə, onun satışlarına, regional böyüməsinə, nə vaxtdan biz onun təsirini görməyə başlayacağıq? Pozitiv olmağa çalışmayaq, daha real rəqəmlərlə, tarixlərlə varsa sizin bir assumptionlarınız, varsa sizin bir təxminləriniz, onları çox eşitmək istəyərdi. Hətta etiraz eləməsə, bu sualı mən Xəyal müəllimə də verirəm. Özünün bir FMCG təcrübəsi var. Böyük bir FM şirkətdə HR direktor işləyir. Yəni, moderatorumuz da bununla bağlı bir fikir paylaşması düşünürəm ki, HR-lar üçün yox, daha çox CEO-lar və biznesin sahibləri üçün çox maraqlı olacaq ki, biz nə zaman real кейslər üzərindən HR-ların təsirini görmüş olacaq. Təşəkkür edirəm. Çox sağ olun sualınız üçün. Şəmsi bəy, dediyiniz məsələdə tam əvvəldən danışıldığı kimi biz onu o zaman görməyə başlayacağıq ki, CEO-lar bunu ilk növbədə qəbul eləyəcəklər. CEO-ların qəbul eləməsi üçün də insan resursları departamentlərinin onların yanına gedərkən, onlardan müəyyən bir şeyləri istəyərkən onlara hazır strateji bir məhsulla mı, strateji bir fikirlə mi getməyə olan zaman, o zaman belə deyək də başlayacaqdır HR-ların bizneslərə təsirləri. Bir icazənizlə bir əlavə eləyim. Bax, o ölçülə bilən bildirdiniz də. Siz şirkətdə turnover rate-ə baxıb qərar verə bilərsiniz ki, HR necə işləyir? Yəni, keçən illə bu il arasında dəyişiklik necə baş verdi? Mövcud vakansiyalara gətirilən namizədlərdən qərar vermə zamanı HR-ın mövqe bildirib də və düzgün support göstərməsindən, misal deyirəm, şirkət hansısa istiqamətə gedirsə, o istiqamətdə şirkətin daxili resurslarını düzgün tanımalıdır və yetişdirməsindən və bunlar effektini gördükcə və biznes daha tez əldə elədikcə insan resursları tərəfindən göstərilən dəstəyi, o zaman HR-ın effekti qalxır. Amma sadəcə olaraq biz, o siz deyən kimi də pozitiv gələcəyə fokuslansaq olmayacaqdır. Biz onu daha çox rəqəmlərdə görəcəyik əsasən. Dediyim kimi, vakansiyaların bağlanması biznes əziyyət çəkmir, turnoverlar, işçilərin xoşbəxtlik indeksi, böyük şirkətlər özünüz də yəqin ki, bilirsiniz ki, böyük pullar ayrılır ki, bunu ölçsünlər və baxsınlar ki, nə dərəcədədir və necədir. Bunlar həqiqətən il-ildən artırsa və böyüyürsə, deməli yaxşı nəticədir və HR artıq strateji rola girilməyə başlayır. Sual-cavab sesiyasını yekunlaşdırırıq. Fərdə xanım, buyurun. Xəyal bəy, bir daha təşəkkür edirəm həmçində spikerlərimizə, minnətdarıq suallara cavab verdiyiniz üçün. Fuad bəy, Ələkbər bəy, necə qiymətləndirirsiniz bu hissəni, bu seansı dostlar? Bir alqışlarınızı eşidək. Və bu arada qeyd etdiyimiz kimi hədiyyələrimiz olacaq. Spikerlərimiz və həmçində moderatorumuz ən yadda qalan, maraqlı sual müəllifinə hədiyyələri təqdim eləyəcək. İlk hədiyyəmiz Push 30-dan olacaq. Həmin şəxsə 1 aylıq plus abunəliyi hədiyyə olunacaq. Sizcə kimə verək? Hansı sual sizin üçün maraqlıydı, yadda qalan idi? Mən düşünürəm ki, mənim şəxsi fikrimdir. Dəyərlərlə bağlı Məxmər xanımın sualı yaxşı idi. Məxmər xanım, odur ki, gəlin səhnəyə hədiyyənizi təqdim edək. Biraz da gür alqışlarınıza zəhmət olmasa. Xanım qonağımıza təqdim edək. Buyurun, hədiyyəmiz. Xəyal bəy, siz təqdim edin. Həmçində mərkəzdə xatirə fotosu da çəkdirək. Xoş gəlmişsiniz forumumuza. Təşəkkürlər iştiraka görə. Buyurun, önə gəlin, zəhmət olmasa. Buyurun. Növbəti hədiyyəmiz isə dostlar, SAT qrupdan Gutenberg hədiyyə bağlaması olacaq. Və spikerlərimiz müzakirə edirlər. Orta məxrəcə gəlməyə çalışırlar. Bir daha təşəkkürlər. Məncə Günay xanım var idi. Psixoloji seanslarla bağlı soruşmuşdu. Əməkdaşların psixoloji vəziyyəti. Günay xanım, odur ki, səhnəyə gəlin zəhmət olmasa alqışlarınızla sizin hədiyyənizi də təqdim edək. Günay xanım yerində yoxdur. Günay xanım? Orada əyləşmişdi, yerində yoxdur Günay xanım. Sualını verdi və çıxdı getdi. Necə edək o zaman? Hədiyyəsini sonra təqdim edərik, yoxsa başqa bir nəfəri seçək? Yaxşı. Zalda iştirak edən sual
verən şəxslərdən birini seçək, o zaman bu hədiyyəni təqdim edək. Başqa hansı sual bəyəndiniz? Məncə maraqlı suallardan biri, əgər həmkarların əlavəsi yoxdursa, HR-ı bəs kim qorumalıdır? O sualı verən Dilşad xanım idi. Bəli. Dilşad xanım zaldadırmı? Zaldadırsa gəlin, zəhmət olmasa. Sat qrupdan Gutenberg hədiyyə bağlaması təqdim olunacaq sizə. Hədiyyəniz buradadır. Xəyal bəy təqdim edəcək. Gəlin səhnəyə, xoş gəlmişsiniz. Elə xatirə fotosu. Buyurun. Çox sağ olun, sağ olun. Təşəkkürlər bir daha iştirakınıza görə. Dostlar, növbəti hədiyyəmiz isə Paşa Sığortadan xüsusi bir hədiyyəmiz olacaq, masajor. Və bu hədiyyəni kimə təqdim edək? Hələ ki, ancaq xanımlara təqdim edirik hədiyyələri. Paneldə xanım olmadığına görə hədiyyələri onlara verək, sonrası onunla günahımızı yuyaq. Bu cür balansı qorumağa çalışırsınız, tamam. Əgər əlavəmiz yoxdursa, etirazımız yoxdursa, Təranə xanıma empatiyanı necə ölçə bilərik? Ona hədiyyəni vermək istəyərdik. Təranə xanım, buyurun gəlin səhnəyə. Cəsarətli iştirakçılarımızdan biri idi, səhnənin qarşısına gəldi öz sualını vermək üçün. Təşəkkür edirik iştirakınıza görə. Paşa Sığortadan hədiyyənizi gəlin səhnəyə təqdim edək sizə. Və dostlar, sonuncu sualın müəllifinə isə Liv Bonadaya Hospital'dan hədiyyə olacaq. Pulsuz göz check-up'ı əldə edə biləcək həmin şəxs. Və kimi seçək? Əziz spikerlərimiz. Xəyal bəy, siz də bir dəstək olun. Cabiri seçərdim, amma seçməyəcəm. Cabir bəy deyərdim. Yox. Niyə? Hər dəfə o hədiyyə götürür, ona bəsi də hədiyyə. Zarava deyirəm. O zaman Cabir bəyi dəvət eləyək. Dəvət edək mi? Tamam. Cabir bəy, buyurun. Təbrik edirik sizi. Bax, belə dostlar, sual-cavab hissəmiz artıq yekunlaşdı. Bu panelimiz ümumiyyətlə artıq yekunlaşdı. Bu o deməkdir ki, biz birazdan nahar fasiləsinə ayrılacağıq və naharda isə üzərinizdəki bəcləriniz sizə mütləq lazım olacaq. Yeməkdən sonra isə vaxt itirmədən zalımıza, foyeyə qayıda bilərsiniz ki, orada sizi xoş bir atmosfer gözləyəcək. Əziz spikerlərimiz və həmçində moderatorumuz, buyurun siz də birlikdə xatirə fotosu mütləq çəkdirin, forumdan yadda qalsın. Təşəkkürlər bir daha iştirakınıza görə. Dostlar, saat 13:40-da biz növbəti panelimizə, ikinci panelimizə start verəcəyik. Xatırlatma edim ki, həmin panelin mövzusu CEO-ların HR gündəliyi haqqında olacaq. Panelin spikerləri öz uğurlu təcrübələrini sizinlə bölüşəcəklər və təbii ki, sual-cavab sessiyası da olacaq. Odur ki, birazdan sizi bir daha bu zalda gözləyəcəyik. Hələlik.